Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Kadr arxası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Bugün çox şeylərdən danışacağıq. Bəlkə də çox yerdə eşitmədiyiniz analizləri, təhlilləri eşidəcəksiniz. Qonağımız Bünyamin Qəmbərlidir, dəyərli dostumuz, siyasətçi, analitik və pedaqoq. Əsas məsələ odur. Xoş gördük Bünyamin müəllim. Xoş gününüz olsun Səbuhi bəy. Sizin çıxışınızı izləyicilərimiz zaman-zaman dəyərləndirir. Fərqli yanaşmanıza, təmkinli, səbirli və o küyə getməmək, o toplumun o seli ilə getməmək, fərqli yanaşmaqla bağlı siz fərqlənirsiniz. Ona görə də bugün gündəmdə çox şeylər var. Gündəmdən daha çox mən sizin hazırki fəaliyyətinizlə bağlı bir sual vermək istəyirəm. Siz gənclərlə işləyirsiniz, çoxlu tələbələriniz var. Hərə bir söz deyir, bugünkü gənclərə etibar eləmək, güvənmək, gələcəyimizi belə deyək, həvalə eləmək baxımından yanaşmanız necədir? Səbuhi bəy, sizi də, bütün izləyiciləri də salamlayıram. Mən hər zaman başlayanda şəhidlərimizi anmağı özümə borc bilirəm. Çünki bizim bu gün oturmağımızın səbəbkarı onlardır. Vətənimizin azadlığı, bütövlüyü uğrunda bu gün məhbəsdə olanlarımız var. Onların azadlığa qovuşmasını diləyirəm. Bu son vaxtlar Azərbaycanın güneyində mədəni fəal İsmail Kərimzadəni də tutublar. Yəni çoxdur da, yəni bir adlarını saysaq çox olur. Onların hər birinin azadlığını diləyirəm. Konkret sualla bağlı gələndə mən hər zaman bu fikirdəyəm ki, biz millətimizi doğru dürüst tanımırıq. Və biz elmi də yaxşı bilmirik. Hansı elmi? Biologiya elmini. Biologiyada o irsi xüsusiyyətlərin formalaşması və davamiyyəti məsələsi var. İrsi xüsusiyyətlər heç vaxt ölmür. Müəyyən müddətə, uzun müddətə resessiv qalır, gizli qalır və şərait olan kimin o irsi xüsusiyyətlər üzə çıxır. Mühit olanda yəni. Mühit olanda, təbii. Baxın, biz sizlərlə dəfələrlə söhbət eləmişik. Misal üçün, bu 44 günlük savaşa qədər bizim gənclərimizə inanmayanlar, bizim gənclərimizə biraz belə kinayə ilə yanaşanlar təsəvvür eləmirdilər ki, 44 günlük savaşda bizim gənclərimiz o qəhrəmanlığı göstərə bilər. Amma tarix sübut elədi ki, an gələcək bizim gənclər çox şey eləyəcək. Misal üçün, biz 20 yanvarda onu görə-görə 44 günlük savaşa inanmırdıq. Biz 92-də də görmüşdük. 92-də də görmüşdük, 89-cu ilin sərhəd hərəkatında da görmüşdük. Yəni bunları görə-görə hələ də düşünürük ki, bizim gənclərimiz bunu, mən gənclərin içindəyəm. Ona görə mən əminəm. Gənclərimizin potensialı çox yüksəkdir. Sadəcə olaraq iki dənə problem var. Sistem və qloballaşma. Həm qloballaşma gənclərimizi hər tərəfli məhv eləyir. Deyək ki, bizim gənclərimiz cəmiyyətdən, dünyadan təcrid olunmuş deyil. Sosial şəbəkələrdə, deyək ki, digital platformalarda qloballaşmanın hesabına böyük güclər çox incə təbliğat üsullarından istifadə edirlər. Bir də bizim dövlətimizdə normal oturuşmuş bir sistem yoxdur. Yəni, bax, bizim dövlətimiz... İdarə etmə sistemi deyirsiniz. Bəli. Yəni, bizim dövlətimiz tarixi dövlətçilik ənənəsinin üstündə qurulub, türk dövlətçiliyi ənənəsinin üstündə qurulub, Sovet sisteminin üstündə, hansının üstündə qurulub, bu yoxdur. Yəni, qəribə, qarışıq, müqəllamin bir sistemdir. Dünən İlham Əliyevin Azərbaycanın ən yüksək ordenini verdiyi adam bugün vətən xaini elan olunur. Yəni, belə bir sistem gənclərə çox pis təsir edir. Misal üçün, həqiqəti bilmirlər hardadır. Həm həqiqəti bilmirlər, həm də biri siz, Səbuhi bəy, bir məsələ, bir tərəf var. Kimi özünə örnək alsın? Kimi özünə bir ideal götürsün? Misal üçün, bir neçə nəfəri deyəcəm, misal üçün, Əbülfəz Elçibəy. Bu hakimiyyət, bu gənc Əbülfəz Elçibəyi sevir. Bu hakimiyyət Əbülfəz Elçibəyin, Əbülfəz Elçibəy kimi sevilməsini qəbul eləmir.
Heydər hətta Rəsulzadəni belə. Rəsulzadəni, Heydər Əliyevi, yəni Heydər Əliyevi axı biz gənclərimizin tərbiyəsini düşünməliyik. Bu gənclər yetkin tərbiyə almır. Tərbiyə olunma ərəfəsindədir. Bu şeyin bir Əliağa Vahidin bir məşhur sözü var. Deyir, insan doğulmur. İnsan materialı doğulur. O materialdan insan ola da bilər, olmaya da bilər. İndi biz bu gənclərimizi insan kimi də formalaşdıra bilərik. Əhməd kimi də. Və yaxud bir terrorist kimi də, bir narkoman kimi də. Bu bizim əlimizdədir. Biz gənclərimizə sözün hərfi mənasında qənim kəsilmişik. Universitetlərimiz nə gündədir? Təsəvvür elə, Nazirlər Kabinetindən negativ əməllərin üstündə qovulan bir adam gedir başqa bir universitetə, bir əyri yolundan dekan düzəlir. Orada da negativ əməllərin üstündə qovulur, gəlir başqa bir universitetə, başqa adamların qoltuq altısı olduğu üçün bir yolla gəlir ora prorektor düzəldir və bir bazar açır. Bu gənclərə açıq-açığına, indi Ramiz Mehdiyevi dövlətə xəyanətdə. Əsl dövlətə xəyanət budur. Ramiz Mehdiyevin bir ayağı buradadır, bir ayağı orada. Amma bu gəncləri bu cür zəhərləyənlər, gənclərə qarşı bu cür deyək ki, onu da tutanmırsan. Bu prezidentin işini sabotaj eləyir. Deyək ki, prezident, mən bilirəm, yeni universitetlərin təyinatı ilə bağlı o rektorları təyin eləyəndə rektorların bir neçəsini mən bilirəm. Tapşırıb ki, mən negativ şey istəmirəm. Və bildiyim rektorlardan biri də o universitetlərdə həqiqətən onu təmin eləyib, o negativ şey olmayıb və universitetdə də bir həqiqətən bir səviyyə, universitet ab-havası olmalıdır. Bəli, amma bu cür parazitlər gəlib bir dəfə qovulur, gəlir başqa yerə, orada qovulur, gəlir başqa bir yerə, bir təhər sürtülür, dürtülür, yerləşir və özü kimin əxlaqsızları da yığıb bir şəbəkə qurur. Bu dövlət xəyanətidir. Bu milli xəyanətdir. Əgər deyirlərsə, bu prezidentin işini sabotajdır. İndi mən bəzi şeylər var, faktlar var, onları dəqiqləşdirirəm. Nə vaxtsa verilişlərin birində açacağam. İndi hətta bəzən adam ilişir qalır. Dövlət Təhlükəsizlik Xidməti müxalifətçilərin saçını daramasından xəbəri var. Aldığı nəfəsdən xəbəri var. Bu parazitlərdən xəbəri yoxdur. Var. Tədbir görmürlərsə onun haqqında sual yaranır. Xəbər yoxsa o zaman işləmir. Eyni zamanda korrupsiyaya qarşı mübarizə idarəsi. Yəni bəzən insan fikirləşir ki, ilahi, bu prezidentin ətrafında doğrudan ona bir nəfər, iki nəfər sağlam düşüncəli, sağlam niyyətli, sadiq insan yoxdur ki, desin ki, belə bir vəziyyət var. İndi siz təsəvvür eləyin. Bir tərəfdən deyirlər ki, İlham Əliyev dünya siyasətinə təsir eləyən bir bacarıqlı bir liderdir. O bir tərəfdən belə aydın olur ki, İlham Əliyevin heç Azərbaycandan xəbəri yoxmuş. Hətta nəinki xəbəri yoxmuş, özünün təyin eləyib, ən yüksək orden verdiyi adam demək çox keyfiyyətsiz adammış. Bu suallar da oradadır. Bu adam təzə doğulmayıb. Bu adam illərlə işlədiyi müddətdə yığdıqlarını bu gün açırlar. Bəs dünən bu orqanlar hara baxırdı, bu insanlar hara baxırdı? Hara baxırdı? Və indi mənim əsas deməyim odur ki, yəni gənclərimizi bu cür şeylərlə zəhərləyirik. Hiss eləmirik gənclərimizə nə təsir eləyir. Zəhəri veririk, sonra da deyirik ki, bizim bu gənclər niyə bunu eləyənmədi? Bizim gənclərin potensialı çox yüksəkdir. Ona görə hamısı ölkədən hamısı olmada böyük əksir. Beyinlər hamısı qaçır. Doğru. Çünki burada sağlam düşüncəyə yer yoxdur. Bir parazit dediyim kimi 2 dəfə, 3 dəfə qovulur, gəlir özü kimin 1-2-3 əxlaqsızı, şərəfsizi yığıb şəbəkə qurub onları zəhərləyə bilirsə, hətta mən bəzi bildiyim məlumatlar var ki, Dövlət Təhlükəsizlik Xidmətinə də əhəmiyyət verməyiblər. O faktlar nə baxsa deməli orada da adamlar var. Bir də kimsə deyirdi, çıxışında deyir, əgər dünya şöhrətli Lütfüzadə
Azərbaycanda qalsaydı, indi deyir Elmlər Akademiyasında Ramiz Mehdiyevin əlinin altında məddahizmlə məşğul olardı. Məhv olub gedərdi. Mən Heç kim də Azərbaycan gənclərinin potensialına çox böyük inanıram. Çox ümidim böyükdür. Həddən artıq. Sadəcə olaraq biz o gənclərin əl qolunu bağlayırıq və onlara tapşırıq veririk. Qatığı yaralama, çörək paralama, doğra doyuncayı. Həm əl qolunu bağlayırıq, həm də verdiyimiz tapşırıq elədir ki, göndəririk bitməz işə, adını da qoyuruq yaratmaz. Biz onlara biz onlara şərait yaratacaq. Mən sizə əmin edirəm, Azərbaycan Çindən də qabağa gedər. Mən bir-iki dəfə demişəm, biraz belə kinayə ilə yanaşırlar. Mən deyirəm, Azərbaycan ordusu dünyanın 2-3 ordusu ilə müqayisə, demirəm, az zəifdir. Müqayisə olunacaq səviyyədə ordudur. Amma biz o gənci burada məhv edib göndəririk. Təbliğat məsələ ona deyirdim ki, bu yaxınlarda 14 yaşında bir Azərbaycanlı qız, Azərbaycanda yaşayan, buxarla işləyən drone düzəltdi. Amma bir-iki sayt elə belə verdi ki, belə bir şeydir. Bu dünya səviyyəli bir şeydir. Siz dediyiniz o Çinlə, Amerikadan, Avropanın bir çox ölkələrindən o qızı axtarırlar. Amma bizdə bugün bəlkə də çoxsu tamaşaçımız ilk dəfə eşidir ki, belə 14 yaşında bir qız, özü də əyalətdən idi, səhv eləmirəmsə. Bəli. Yəni buxarla işləyən hələ dünyada o görün bunun zəkası nə qədərdir, amma bizdə o təbliğat yoxdur. Bizdə o nə bilim reklam yoxdur, tanıtım yoxdur. İndi siz təsəvvür eləyin, Əbülfəz Elçibəyin bir kitabı var, Azərbaycandan başlanan tarix. O kitabda çox dəyərli kitabdır. Orada bir tezis gedir ki, Avropasentrizm nəzəriyyəsi bu bölgənin, bəşəriyyətin ilkin mədəniyyət beşiklərindən, insanın ilk yarandığı beşiklərdən biri olan Azərbaycanın, bu bölgənin türkün olmasından başqa hamıya razıdır, təşkil türkün olmasın. Bunu niyə deyirəm? Avropa siyasətçiləri, Avropanın düşünürləri bilirlər ki, türkün özünü tanıması, özünü öyrənməsi onun inkişafında bir böyük bir təkan olar. Ona görə də çalışırlar onun qarşısını alsın. İndi dərd burasındadır ki, biz özümüz də ona can atmırıq. Misal üçün, Azərbaycanda son dövrlər, səhv eləməsəm, bir dənə Hacı Zeynalabdin Tağıyevin balaca bir heykəli qoyulub. Nədən Azərbaycanın dövlət xadimlərinin, mən dəfələrlə demişəm, Nadir Şahın, deyək ki... Xətayının da var. Necə? Xətay, Şahşımanın da. O çoxdan qoyulub, özündə o şah kimin qoyulmayıb, şair kimin qoyulub. Yaxud Ağa Məhəmməd Şah Qacarın, Uzun Həsənin və yaxud deyək ki, türk şeylərinin, dövlət başçılarının, Çingiz xanın, Əmir Teymurun niyə heykəlləri qoyulmur? Yaxud elm adamlarımızın heykəlləri. Elə bir hakimiyyət istəmir bizim gənclərimiz, bizim dahilərimizi tanısın. Misal üçün, Azərbaycan kütləvi informasiya vasitələrində Azərbaycan gəncini yaxşı mənada hədəfə aparacaq şeylər yoxdur. Mən neçə dəfə məsələ qaldırmışam. Bu yaxınlarda da dedim, Nuru Paşanın da heykəli yoxdur. Halbuki Bakını azad edir. Rəsulzadənin hələ Nuru Paşaya qədər bizim adamlarımız çoxdur. Yəni Nuru Paşanı qoymaq lazımdır. Amma Nuru Paşaya qədər o qədər qoyulası adamlar var. Niyə yoxdur bunlar? Niyə qoyulmur? Bir dəfə dedilər ki, Nuru Paşa ilə bağlı. Mən onu o gün çıxışda da dedim. Türkiyə səfirliyi Türkiyənin maliyyəsi ilə bu 26'lar, köhnə 26'lar Nik Sahil bağında ona heykəl qoymaq istədilər. At belində Nuru Paşaya. Xəbər çatıb Ramiz Mehdiyevə, deyib ki, yox, biz onu qoya bilmərik, Kreml bizi yandırar. Bax, bəlkə bu da bizdə deyilərik 5-ci kolon falan, bəlkə onların burada bir rolu var. Gənclərin, siz demiş, doğrudan da bu çox dəhşətli bir problemdir ki, gənclərin hədəf götürəcəyi bir tarixi şəxsiyyət az qala yoxdur. Yox, tarixi şəxsiyyət yox, lap müasir şəxsiyyətlər olsun, yoxdur. Yaxud gəncləri həvəsləndirəcək, onlara stimul verəcək, onları hədəfə götürəcək nə ideoloji iş var, nə siyasi iş var, nə elmi proses ona gedir, nə tədris prosesi o səviyyədədir, yoxdur. Televiziyalarda aydındır. Kütləvi informasiya vasitələrini dedim. Hətta tədris o qədər bərbad. Tədrisi sən bu cür yaramazların əlinə verib, gəncləri o cür zəhərləyib, necə müasir, Atatürk'ün dediyi müasir mədəniyyətlər səviyyəsinə qaldıra bilərsən?
Necə Çin ilə, Amerika ilə, Avropa ilə sən rəqabətə girə bilərsən? Rəqabətə girməsən də onların vassalı olarsan. İlham Əliyevin məşhur bir sözü var, forpost. Forpostu olarsan, başqa yolun yoxdur. Qoltuq altısı olarsan. Ona görə bax, bugün Türkiyə beyinləri cəlb edir. Bir vaxtlar Amerika eləyirdi. Hər ölkədə. Türkiyə eləmir. Türkiyənin özü bizdən betər gündədir bu gün. Hər halda görünən odur ki, orada hərbi sənaye sürətlə inkişaf edir. Digital texnologiyalardan, yapay zəka, o Mən üzr istəyirəm, mən məcburam müdaxilə edeyim. Belə bir söhbət olanda daha maraqlı olur da. Yəni biz müsahibə almıram, mən söhbət edirəm. Kiprdə gedən seçkilər, bilirsiniz də, oradakı seçkilərdə Tufan bəy qalib gəldi. Ərhurman. Ərhurmanda Tufan Ərhurman. Bəli. Deməli AKP-nin və yaxud Türkiyə hakimiyyətini dəstəkləmədiyi adam hakimiyyətə gəldi. Niyə? Niyə? Çünki Türkiyə hakimiyyəti artıq Kiprin özündə belə bir qəribə bir qıcıq yaradır, nifrət yaradır. Anormal münasibəti ilə təsəvvür eləyin ki, mən indi məcburam bunu deyim. Türkiyə hakimiyyətini tənqid edən türk siyasətçi və elm adamlarına Türkiyəyə giriş qadağan olunur. Yaxşı, o zaman sən bunları itələyirsən Yunan Kiprinin və ya Yunanistanın tərəfinə. Bu dünyaya necə çıxsın? Sən buna giriş imkanı vermirsən, Kiprdən birbaşa deyək ki, Lefkoşadan Madridə, Lefkoşadan Londona uçuş yoxdur, yaxud pasport qeydiyyatı yoxdur, neyəcək? Viza yoxdur. Bilirsiniz, biz bütövlükdə türk dünyası çox ağır bir düzdür. Görüntü belədir ki, inkişaf gedir, Türk Dövlətlər Birliyi möhkəmlənir. Bu görüntüdür. Həqiqət isə türk dövlətləri o qədər də yox, bu idarə etmələrlə Turana gedən yol o istədiyim səviyyədə deyil. Yeri gəlmişkən ilk dəfə deyim ki, Ərhurman bəy, yəni Tufan bəy dostumuzdur və onun siyasi ideologiyası məni tam qane edir. Yəni o yaxşı işlər görəcək. Ersin Tatar da işlər görürdü, amma bu fərqli olacaq. Başqasının təsirində olan adamın iş görmə şansı yoxdur. Söhbət Ersin Tatardan getmir. Kim olur olsun. Əgər başqasının o günlərdə İlham Əliyevin bir xarici şeylərə müsahibəsindən bir parçaya rast gəldim. Bəlkə də İlham Əliyevi də birinci dəfə idi ki, məni tam qane edən bir fikir idi. Yəni başqasının təsirindən, başqasından gözləməklə, başqasının nə bilim arxayınçılığına, başqasına güvənməklə dövlət qurmaq, siyasət aparmaq, lider olmaq olmaz. Çünki özü də bir şey deyir ki, biz heç kimdən asılı deyirik. Yeri gələn Amerika ilə də baş-başa gəliblər. Yeri gələndə mən biraz o cür fikirləşmirəm. Mənim düşüncələrim fərqlidir, amma o fikir məni qane elədi və mən indi də onu deyirəm. Söhbət Ersin Tatardan, söhbət kimdənsə getmir, ümumilikdə. Kiminsə qoltuq altısı olub millətə, dövlətə xidmət eləmək olmaz. Bəli, bəzən zaman-zaman yalanan deyirlər, millətin istiqbalı üçün bunu eləyirik. Amma nəticədə görünür ki, heç bir istiqbal filan. Başqasının qoltuq altı olan başqasına xidmət eləyir. Bəli. Ramiz Mehdiyevdən soruşmamaq olmaz. Mən özümə vaxtında o qılıncının dalı qabaq kəsində çox danışmışıq, amma istər-istəməz bir fərqli sual verim mən sizə. Eldar Mahmudovu, Ramiz Mehdiyevdən zəif olan, Eldar Mahmudovu həbs edə bilməyən hakimiyyət Ramiz Mehdiyevi həbs edə bilərmi? Birincisi, bu hakimiyyətin, Azərbaycan hakimiyyətinin idarə etməsində, siyasətində elə bir ənənə yoxdur ki, birinciləri həbs eləsin. Fikirləşəndə... Çünki birincilər birbaşa birincinə bağlanır, ona görə də onu həbs eləmirlər. Çünki birinciləri birinci təyin eləyir. İlham Əliyev öz təyin elədiydi. Burada bilirsiniz, anormal bir şey olur. Əgər İlham Əliyev təyin elədiyi adam həbs olunursa, belə çıxır İlham Əliyevin kadr siyasəti bərbad gündədir. Ona görə də o ənənə yoxdur bizdə. Birincisi bu. Bu qədər ajiyataj. Bu ajiyataja mən indi biraz bundan qabaq toxundum. Burada bəzən adam şübhələnir ki, bu əgər doğrudan İlham Əliyevi şantaj eləmək, sabotaj eləmək üçündürsə,
bu İlham Əliyevin komandası nə gündədir gör. Yox, ona aid deyil, həqiqətən bilməməzlikdəndirsə, bu da biraz inandırıcı gəlmir. Baxın, bu neçənci dəfədir ki, İlham Əliyevin təltif eləyib, mükafat verib, orden verib, yola saldığı adam haqqında belə fikirlər. Nə oldu? Bir dənə müəllim götürəndə onun 7 arxa dönənini araşdırırlar. İstiqlal ordeni verilir, Heydər Əliyev ordeni verilir, amma bunun heç nəyi araşdırılmır. Sonradan üzə çıxır. Özü də az qala öz silahdaşları. Bəli, üstə gələk. İndi gələk Ramiz Mehdiyev tərəfə. Ramiz Mehdiyev bu sistemi quran adamdır. Bu sistemin bütün zikini, bikini, inəsini, düyməsini bilir. Bu sistemin Ramiz Mehdiyevə toxunması o qədər də asan məsələ deyil. Üstə gələk. Ramiz Mehdiyev 30 ildir bu sistemin bütün sirlərini bilir. Sir dağarcığıdır. Kadrlarda hər yerdə var. Bütün, bəli. Milli Məclisin deyirlər 100-dən çoxu onun adamıdır. Belə adam həm də niyə çevriliş eləmək istəsin ki? Əgər bütün ölkələrdə... Çevriliş söhbəti ümumiyyətlə belə gülməlidir. Axı bilirsiniz nədir? Ramiz Mehdiyevin indi Allah hamıya gözəl ömür versin. Ramiz Mehdiyevə də. Bilirsiniz, Ramiz Mehdiyevin bir ayağı buradadır, bir ayağı oradadır. Ramiz Mehdiyev kiminlə o çevrilişi eləyir, çevrilişi sıravilər eləmir, çevrilişi hərbi güclərlə, silahlı güclərlə eləyirlər. O zaman silahlı qüvvələri ya Daxili İşlər Nazirliyini, ya ordunu, ya daxili qoşunları, ya sərhəd qoşunlarını, ya mühafizə xidmətini, ya DTX-nı hansınısa qatmalıdırlar. Bu belə bir anormal bir şeydir. Kiminsə ya dövlətçilikdən, ya siyasətdən, ya çevrilişdən xəbəri yoxdur, atır ortaya və üçüncüsü. Azərbaycanda iqtisadi vəziyyət o qədər də yaxşı deyil. Sadəcə olaraq hakimiyyət əhalinin psixologiyasını yaxşı bildiyindən hərdən belə gedişlər eləyib, bir söz atır cəmaatın ağzına, başını qatır. Bəli. Bir zaman Vasif Talıbov oldu, bir zaman Kəmaləddin Heydərovu elədilər, bir zaman Mahmudovu, bir zaman hərdən birini eləyirlər, bu baş qatırlar. Və gəlirik... İnsanlar da ümid edir. Bəli, insanlar da... Həm də bilirsiniz, cəmaat o ki var dolubdur, o iqtisadi sıxıntılardan, hüquqsuzluqdan, haqsızlıqdan, bu rüşvətdən, korrupsiyadan, monopoliyadan o qədər dolubdur ki, artıq nifrətini, negativ enerjisini boşaltmaq üçün bir mövzu axtarır. Mövzu düşən kimi maksimum başlayır istifadə eləməyə. Bunların böyük əksəriyyətinin Ramiz Mehdiyev haqqında heç bir məlumatı yoxdur. Mən bu atalar sözlərindən çox istifadə edirəm. O bizim bir atalar sözü var. Deyir ki, çaqqal var göz çıxardır, qurdun adı bədnamdır. İndi Azərbaycanda Ramiz Mehdiyevdən kənar, Ramiz Mehdiyevin heç belə xəbəri olmadan Rusiyaya xidmət eləyən, yaxud bu hakimiyyətə düşmən olan, yaxud İrana xidmət eləyən o qədər qüvvələr vardı ki, Rusiyada o qədər hərif deyil ki, hamının diqqət mərkəzində olan Ramiz Mehdiyevlə nələrisə eləsin. Mən sadəcə deyim, Rusiyada oxuyub gələnlərin böyük əksəriyyəti, hamısını demirəm, böyük əksəriyyəti potensial şəkildə Rusiyanın adamıdır. Və də bunun sayını 40 min deyirlər. Onun 40 min olması, ya 4 min olması, ya 4 nəfər olması əsas deyil. Onlar böyük bir institut tərəfindən, Rusiyanın xüsusi kəşfiyyat idarəsi tərəfindən, FSB tərəfindən idarə olunur. O 4 nəfərin ətrafına onlar yığır, FSB yığır. Bir sual da verin. Bu bir neçə gün öncə dəyərli alimimiz Firdun Ağasoğlu'dan, Firdun Cəlloğlu'dan bir müsahibə aldım. O deyir ki, bütün nazirliklərdə, hətta prezident aparında nə qədər sənədləşdirmə işi var, hamısında Rusiya agenti oturub. Sırf sənədləşdirmişində, pasport stolda, nə bilim və s. Yəni bu dərəcədə, deyir mən onu sübut deyə bilərəm, açıq, aşkarda. Yəni bu dövlət üçün çox təhlükəli deyilmi? Təbii ki, təhlükəlidir. Mən indi Firdun müəllimin indi dostumuzdur.
o günlərdə mən də bir məsələ ilə bağlı zəng elədim. O faktı hardan aldığını deyənmərəm. Amma o biraz çox ağır faktda ağır ittihamdır. Əgər həqiqətən o vəziyyətdədirsə, o zaman Azərbaycan dövlətinin müstəqilliyindən danışmağın özü risklidir. Yəni nəyindən danışırsan? Sənin bütün yazın, pozun, sənədin, arxiv, yəni palazaltı bütün sirlərin, künc bucağın onların əlindədirsə nədən danışırsan? Amma mən biraz o cür pessimist deyiləm. Təbii, Rusiyanın burada yetərincə, tək Rusiyanın yox, Rusiyanın da, İranın da, başqa bizdə marağı, Azərbaycanda marağı olan başqa dövlətlərin də yetərincə burada, xüsusilə o Milli Təhlükəsizlik Nazirliyi dövründəki biraz o rüşvətxorluq geniş yayılmışdı, onu da yerləşdiriblər. Çoxdur. Amma mən o qədər pessimist deyiləm. Amma indi adam inanmağa da gəlmir, o qədər olmadı. Mən bilirsiniz, mən bir şey deyim. Düzdür, bu hakimiyyət çox ciddi yanlışları var. İdarə etmə demək olar ki, bərbad gündə. Yenə deyirəm. Bilmirsən, bu hakimiyyət, bu dövlət tarixi dövlətçiliyi ənənəsinin üstündə qurulub, türk dövlətçiliyi ənənəsinin, Sovet sistemini hansıdır bilmirsən, tutanmırsan. Ya da yeni modeldir. Yoxdur, elə bir model yoxdur, bir büqəllamundur. Günəmuz siyasət yeridirlər. Rusiyadan bir nəfər bəyanat verdi, hamı hücum eləyir ora, İrandan biri bəyanat verdi. Yəni bir sistemli, proqramlaşmış siyasət olsun ki, bizim İranla bağlı siyasətimiz budur, biz bunu həyata keçiririk. Bunun üçün lazım olanda dostluq eləyəcəyik, lazım olanda sərt olacaq. Yoxdur bu. Eyni kimi Rusiya. Amma mən əminəm ki, Azərbaycanda dövlət hakimiyyətində, dövlət sistemində hakimiyyətdə olan yetərincə ağıllı, milli təfəkkürlü kadrlar var. Mən buna əminəm. Çünki əks halda bu qədər biz bəzi şeylərdə uğur qazananmazdıq. İndi deyə bilərlər, mən müxalifətçiyim, kimlərsə mənə irad tuta bilər ki, nədən danışırsan? Bayaqdan deyirsən, təhsilimiz bərbad, filan bərbad. Hansı uğurdan danışırsan? Mərkəzləri yaxşı işləyir, düşünürəm. Baxın, elə bir şey deyim. Misal üçün, bu Ramiz Mehdiyevlə bağlı bu sistem ki, idarə olunur ha. Bunun özü elə bir o düşüncənin məhsuludur. Belə baş pozuq bir şey deyil ki, necə gəldi, kim hardan gəldi desin, idarə eləsin, elə deyil. Sadəcə daha xeyirli, daha yararlı, daha uğurlu variantlar seçmək olar. İqtisadi çətinlikdir, əhalinin başını qatmaq lazımsa başqa uğurlu variant seçmək olar. Da bununla yox. Niyə iqtisadi çətinlikdir? Bunun səbəblərini araşdırıb hansısa, niyə Ermənistan bəzi məsələlərdə bizdən qabaqda olmalıdır, iqtisadi göstəricilərinə görə? Niyə Gürcüstan bizdən qabaqda olmalıdır? Bu, İlham Əliyevi dəstəkləyənlər üçün də, hakimiyyət üçün də, YAP üçün də, İlham Əliyevin komandası üçün də bir utancdır. Deməli, ya biz bacarıqsızıq, millət olaraq, ya komanda kimi siz bacarıqsızsınız ki, onlar bizdən qabaqdadır. Niyə qabaqda olmalıdırlar? Çünki bax, insanlar 10 gündür də hardasa bu hadisələr baş verib, nə qədər adlar hallanıb, özdə hamının əvvəlcədən də hallandırdığı adlardır, amma insanlar gözləyir ki, bir kütləvi həbslər olacaq, o Türkiyədə olay evlərə girirlər, PKK-çıları yaxud da o nurçuları həbs edirlər, aparırlar, Fəthullahçıları. Bizdə də gözləyir, amma elə bil həmişə insanları sanki xəyal qırıqlığına aparırlar. Bu mövzunu da yekunlaşdıraq, az qalıb vaxtımıza, hardasa bir 10 dəqiqə. Mən istəyərdim ki, bu dəqiqə mənim açıq Ramiz Mehdiyev adlı bir problemim yoxdur. Mənim bu dəqiqə düşüncəm Güney ilə bağlıdır. Oradakı soydaşlarımız deyirdi ki, İranla İsrailin arasındakı o münaqişə olanda müharibə də demək, o bir-birinə icazəli raket atmaq məsələsində deyirlər, İsrail bircə dənə füzə fırlatsa, Azərbaycan dərhal müstəqil olar, yəni İran zəifləyər. Amma İranın bütün aparıcı hərbi fiqurlarını da öldürdülər, füzələr də özləri demişkən fırlatdılar, heç nə olmadı. Və bugün Urmiyanın bəlasından çox narahatıq. Göl demək olur ki, qurudu.
bir stəkan su da yoxdur orada bu dəqiqə. Və Urmiya şəhərini yavaş-yavaş kürdlər, yəni ora qonaq gələn vaxtilə Səddam müsibətindən gəlib orada Azərbaycana sığınan, hələ də onlara qonaq deyirlər, müsafir deyirlər. Yavaş-yavaş oradan götürmələri, parlamentdə onları sıxışdırmaları və s. Bu nəyə gətirib çıxar? Hələ mən Güneyin azadlığından danışmıram. Bu Urmiya gölü ilə bağlı car çəkilir dünyaya. Deyir, niyə Göyçə gölü eyni relyefdir? Göyçə gölü qurumadı, Van gölü qurumadı, amma yəni eyni paralellikdə üç qardaş deyək də. Niyə Urmiya gölü qurudu? Bunun təbii və belə deyim, zoraki səbəblərini istəyərdim deyəsim. Ümumiyyətlə bu hara gedir? Bu necə olacaq? Birincisi Səbuhi bəy, İsrail Knessetinin 33 üzvü, səhv eləməsəm, İsrail Xarici İşlər Nazirinə bir 4-5 il bundan qabaq müraciət elədi ki, siz beynəlxalq təşkilatlarda Güney Azərbaycanın istiqlalı ilə bağlı məsələlər qaldırın. Amma türk dövlətlərinin heç birindən bir səs çıxmadı. Nə Azərbaycandan, nə Türkiyədən, nə də digər türk dövlətlərindən. İrandan çəkinirlər də. Yox, İrandan çəkinmə deyil. Türkiyə İrandan çəkinmir. Türkiyənin İran siyasəti kökündən yanlışdır. Biz bunu sizdə də demişik, dəfələrlə müzakirə etmişik. Bəli, o yanlış siyasətdir. Deyir, İran parçalansa yarım saat sonra Türkiyə parçalanır. Türkiyənin parçalanmadan qurtarmasının birinci şərti İranın parçalanması, Güney Azərbaycanın istiqlal əldə edib bütöv Azərbaycanın yaranmasıdır. Onunla da Türkiyənin parçalanma prosesi tarixə qovuşur. Əks halda Türkiyənin parçalanması qaçılmazdır. Bəli. Bu birinci tərəfi. İkinci tərəfi, deməli, siz indi dediniz Urmiyanın qurulması ilə bağlı, bu sistemli bir işdir. İran rejimi Kəncər körfəzindən İran ərazilərindən 1000 kilometrlərlə uzağa su çəkib, orada güllü gülistanlıq yaradır. Hətta Tehrana. Tehran yaxındır. Tehrandan o tərəfə, o səhra tərəfə, Fars bölgəsinə. Amma qurudur. Urmiya gölünü əlac eləmədi. Dəfələrlə bu sistemlidir. Bu bilərəkdən. Çünki bu sistemli olmasaydı bu cür eləməzdilər. Dəfələrlə komissiya yaratdılar, güya pul ayırdılar. Nə pulu xərclədilər, nə komissiya. Sadəcə cəmaatı aldatmaq üçün bir görüntü yaradırlar. Bax, görürsünüz, pul xərclədik. Hər yeni seçilən prezident söz verir, amma heç bir hərəkət eləmir. Və güneydəki soydaşlarımız da mən düşünmürəm ki, bu məsələdə qətiyyətli oldular. Bilirsiniz, xatırınızdadır, biz sərhəd hərəkatında deməli 89-cu il dekabrın 12-sində 21 Azər ilə bağlı bütün sərhəd boyu təxminən bir 50 min, 60 min adam Naxçıvanda əl-ələ verib zəncir düzəltdik. Dünyanın diqqətini cəlb elədi ki, bax, o tərəflə bu tərəf eyni millətdir, amma ayrılıb, parçalanıb, arasında sərhəd var. Misal üçün, 50 min, 60 min, 10 min, 20 min, 100 min. Yəni rəqəmin üstündə durmuram. Məsələ o deyil ki, biz o gölü dolduracağıq. Hərəsi bir 10 litr, 5 litr su töküb dünyanın diqqətini elədilər. Valla bu tulkalarda yaydadır. Tulkada yox. Tulkada yox. Amma yəni, tək eləyirlər. Tək yox. Tanınmışlar. Misal üçün 20 min, 100 min adam eləsən, dünyanın diqqətini də eləyərsən. Düzdür, yenə deyirəm, o gölü doldurmaz. Amma hər halda bir aksiyadır. Bunu bir dəfə, iki dəfə eləyərsən. O bizim dinimizdə də, Quranda da belə var. Sən istə, mən verim. Sən istəmirsən, sən istəsən çox şeyə nail olarsan. İstəyir, amma doğru format istəmir. Doğru forması. İndi gəlirik oranın kürdləşməsi məsələsinə. O bir təşkilatları var, Nojin təşkilatı bir bəyanat verib ki, biz Urmiya Kürdistanını əldə eləməliyik, nə eləməliyik? Bu kürdlər oturub fikirləşməlidir. Bu günlərdə Paşinyanın yaxşı bir bəyanatı oldu. Deyir, biz axır anladıq ki, Qafqazın xilası birliyindədir. Biz bir olmadıq, biz üçümüz də 18-ci ildə dövlət qursaq da bir yerdə olmadığımıza 20-ci ildə bizi işğal elədilər, dövlətlərimizi itirdik.
Paşinyan o bəyanatı yaxşı bəyanatdır. Bunu nəzərə almaq lazımdır. İndi o kürdlər də anlamalıdır ki, orada Urmiyaya iddia eləyib Azərbaycan türkləri ilə vuruşmaqla Kürdistan muxtariyyatını, Kürd istiqlalını əldə eləməzlər. Ora Azərbaycandır. Ən yaxşı halda hər ikimiz enerjimizi, vəsaitimizi, insanlarımızı orada qurban verəcəyik, ikimiz də uduzacağıq. Hə. Düzdür. Bizim dövlətimiz var, 2 və 3 dövlətimiz var. Biz Güney Azərbaycana lazım olanda hər cür dəstək verəcəyik. Amma o kürdlər fikirləşməlidirlər ki, ermənilərdən vaxtında alət kimi istifadə edən qüvvələr bugün kürdlərdən alət kimi istifadə edirlər. Gah Türkiyəyə qarşı, gah Azərbaycana qarşı, gah Qərbi Azərbaycan ostanına qarşı. O cümlədən də xüsusilə paniranizm, panfarsizm çox usta şəkildə kürdlərin bu duyğularından istifadə edir. Kürd təşkilatları bilməlidir. Urmiyanın bir qarışına da belə sahib olanmazlar. Ola bilər ki, paniranizmin dəstəyi ilə hardasa, indi necə ki, ermənilər 30 il Qarabağı, müvəqqəti bir şey olar. Yəni, zamanı gələr, ondan daha ağır bədəl ödəyərlər. Yox, həm də axı Kürd milləti bizə əvvəla yaxın olub. Doğum olmuşuq. Elə mən onun dərdini səsləyirəm. Amma həm də o gücdə deyil. Ermənilərin kongresə qədər, Fransası, bəli, limanı, hər yerdə adamlar olub, prezidentlər olub, bu qədər pulları olub, onlar çox təşkilatlanmışdır. Bunlar bir şey eləyə bilməyəndən sonra siz ermənidən güclü deyilsiniz. Siz bizim doğmamızsınız. Bəli. Bizə doğmadır. Biz artıq içsə keçmişik. Kimi baxmaq olur. Bəli. Baxın, Amerika Türkiyə təzyiq eləmək üçün Suriyadakı Kürd silahlı qruplaşmalarından istifadə elədi. Nə oldu? Türkiyə ilə münasibəti biraz düzələn kimi imtina elədi. Yəni bunu Kürd ağıllıları, Kürdün o siyasətçilər, Kürdün düşünürləri bunu anlamalıdır. Onların istiqlalı da bizlə bir yerdədir. Onların xoşbəxtliyi də bizlə bir yerdədir. Bugün Paşinyan anlayır, bunlar anlamır. Bəli. Tarix boyu olub. Elə Xətainin də ən yaxşı silahdaşları ilə Kürdlər olub. Yəni biz ayırmamışıq, biz onları ayırmırıq, onlar da gərək ayırmayaq. Moskvanın əlində oyuncağa çevrilən, paniranizmin əlində oyuncağa çevrilən, Qərbin əlində oyuncağa çevrilən Kürd separatçıları danışır, təbliğat aparır. Amma Kürdün hamısı o separatçılardan ibarət. Sonunda Bünyamin bəy, o elə dağlardan da düşdülər də. O çığıran bağıranlar dağdan düşdülər. Öcalanın açıqlaması var ki, artıq olmaz. Mən Öcalanın açıqlamasına inanmıram. O fərqli bir şeydir. Amma mən istəyirəm o Kürd düşünürləri, Kürdün ağıllı adamları, siyasətçiləri papağını qabağına qoyub fikirləşsin. Bu Qərb heç vaxt heç birini xoşbəxt eləməyib. Xatırınızdadır, Zəngilan, daha doğrusu Zəngilan dəhlizinə Amerikanın gəlməsinə mən etiraz elədim. Bilirəm. Çünki Amerika hara gəlirsə, Rusiya ayıdır. Amma Amerika saman altından su yeri də bədbəxt eləyir. İkisi də eynidir bizim üçün. İkisi də bizə qanqada gətirir, xoşbəxtlik gətirmir. Suriyə bəlkə xoşbəxtlik gətirdi Amerika, Liviya gətirdi, bəlkə İraqa gətirdi. Bunu Kürdlər də anlamalıdır. Bunu Talışlar da anlamalıdır. Rusiya onları sevmir. İran, baxın, bugün Azərbaycandakı ləzgilər 4-cü sinifə qədər öz dilində oxuyur. Əgər Rusiya onları sevirsə, oradakılara ləzgi dilində məktəb açsın da. İran Talışları sevirsə, İrandakı Talışlara məktəb. Amma biz ona qəzet çıxartmağa, kitab çıxartmağa, radioya, hər şeyə icazə veririk. Sənin xoşbəxtliyin məndən bir yerdədir. Qadağa yoxdur, yox. Sənin xoşbəxtliyin məndən bir yerdə. Əbülfəz Elçibəy hakimiyyətə gələndə ilk fərmanlarından biri mədəni muxtariyyat oldu. Milli mədəni muxtariyyat. Yəni, sənin mədəniyyəti inkişaf elətdirmək üçün mən sənə hər cür şərait yaradırım. Sənin xoşbəxtliyin məndən bir yerdədir. Çox sağ olun Bünyamin bəy. Sağ olun, mən yəni, əsas 3 xətt götürdük. Gənclərimiz, hazırki Azərbaycandakı durum, bir də Güney Azərbaycanla bağlı çox yaxşı cavablar verdiniz. Düşünürəm ki, elə Kürd qardaşlarımız da, bugün siyasi arena ilə maraqlananlar da, gənclərimiz də baxıb buradan öz mənfəətlərini, mənəvi mənfəətlərini götürəcəklər. Sağ olun, minnətdaram. Tez-tez görmək arzusu ilə sağollaşaq. Belə dəyərli dostlar, daha bir maraqlı verilişimizi başa çatdırdıq.
Sağ olun, var olun, kadr arxasından çəkinməyin.